Salam hörmətli müəllimlər. Bugün sizlərlə Time 2025-in Noun mövzusunun davamını izah edirəm. 11-ci sualda bizdən choose the correct sentence with the possessive case of noun. Düzgün formanı istəyir. Bizdən yəlik alın, ismin yəlik alının düzgün formasını istəyir. Bir A variantında the journalist report. Burada səhv yoxdur. Journalist apostrof S. Report on the events was more comprehensive than the eyewitness of the summary. Burada isə eyewitness of summary yox, eyewitness summary olmalıydı. Ona görə bu variant səhvdir. The emperor of the Mongol empires. Bəli, bu düzdür, düz variantdır. Goal was to unite power through military and diplomatic efforts. Bəli, variantımız B'dir. Her cats C variantında. Her cats in xeyr, burada isim gəlməliydi, ona görə səhvdir. Supporting the unemployed needs is essential. Unemployed needs. Yox, bu səhvdir, çünki niyə görə? Həm burada səhvlik var, həm də needsdən sonra xəbər cəm gələrdi. E variantında Michelangelo's the most yenə də Z olmazdı. Ona görə variantımız B'dir. Növbəti sual. 12-ci sualda bizdən yenə ismin yəlik alınan düzgün formasını istəyir. A variantı there were radical change in life expectancy with the clean water introduction. Yenə waters olmazdı. Təyin edici söz kimi water introduction. B variantında the public health aspect. The aspect of public health olardı. Many mythological stories tell of heroes encounters with giants or dangerous animals. Bəli, bu düzdür. Hero cəmlənib ES və plus apostrof. D variantında although the penguin's natural habitat is in polar regions yox, polar regions təyin edici oldu. Çünki burada işlənib polar sözü. E variantında a person's emotional state is, burada E artiklından sonra a person's apostrof yox, apostrof S olardı. Is reflected in the condition of internal organs. Yenə də burada S artıqdır. Apostrof olmamalıydı. Including the heart, liver and intestines. Ona görə də cavabımız C variantıdır. 13-cü sual. Find out the correct sentence. The astronaut safe return to Earth was. Burada astronaut olmalıydı. Ona görə səhvdir. B variantında children play is an important. Yox, burada children's play olardı. Is an important yoxdur. C variantında it is the people's right olardı. Bu da səhvdir. The adults have their own toys and children have their own have theirs. Adults olmalıydı. E variantı the life expectancy of infants change extremely with the use of vaccinations. Burada səhvlik yoxdur. Expense of infants düzdür və use of vaccinations bu da düzdür. E variantı bizim düzgün cavabımızdır. 14-cü sualda right option, choose the right option düzgün variantı bizdən istəyir. A lump of coal, bəli bu düzdür. Yəni bir parça kömür. A flock of birds, bu da düzdür. A hive of bees, a gaggle of goose. Goose bilirik ki kökündən dəyişir giz. C variantında a litter of puppies, bu düzdür. A pack of wolves olmalıydı. D variant, ona görə C variant səhvdir. D variantında an army of soldiers, a herd of cattle olardı. E variantında an army of ants, a colony of yenə lice olardı. Ona görə də A variantı düzgün cavabdır.
15-ci sualda find out the option in which the underlined word is wrongly expressed. Altından xətt çəkilmiş sözün haqqında verilən fikirlərin hansının səhv olduğunu bizdən istəyir. A diamond necklace was twinkling around her neck. Burada diamond sözü altından xətt çəkilmiş sözdür. Morphological characteristics is a noun. Bu düzdür. İsimdir. Morphological categories singular and common case. Tək və ümumi isimdir, ümumi haldır. Bəli, bu düzdür. Syntactical function is an object. Xeyr, burada object yox, yəni tamamlıq yox, təyin rolunda, isimdən əvvəl gəlib təyin rolunda işləndiyinə görə, ismi təyin etdiyinə görə burada C variantı səhvdir. The word diamond is not compound. Bəli, düzdür, mürəkkəb isim deyil. Lexical meaning is transparent, extremely hard, precious stone. Bəli, bu da düzgün. 16-cı sualda find out the wrong sentence. Bizdən səhv cümləni istəyir. Yəlik halda olan səhv cümləni istəyir. The crowd become more and more excited as the primers motorcade approach. Bu düzgündür. Növbəti primers, bu apostrof s düzdür. The two girls never argued with each other. They even more each other, wore each other. Bəli, iki nəfərdən söhbət gedərsə, iki qız heç vaxt bir-biri ilə dalaşmır, bir-birinin paltarını geyinir. Bəli, each other clothes olur. A personalities test. Yox, burada personalities şəxsiyyətin testi deməyə ehtiyac yoxdur. Burada şəxsiyyət testi kimi işlənməli idi. Ona görə də variantımız C-dir. Növbəti D variantı. The integrity of the company computers network. Düzdür. May have been undermined by hackers. Bəli, bu da düzdür. Birliyi, kampaniyanın, deməli, kompüter şirkətinin şəbəkəsinin birliyi, bu düzdür. A diplomat's work involved. Bəli, düzdür. Diplomatdan sonra da apostrof s və üstəgəl isim və təkdə olan xəbər. Bəli, bu da düzgün variantdır. 17-ci sual bizdən which of the options with nouns is wrong, hansının səhv olduğunu bizdən istəyir. İsimlərin işlənməsinin hansının səhv olduğunu deyir. Yesterday was a busy day. I started my morning with a cup of coffee. Bu birləşmə düzdür. Later I went to the market to buy some fresh vegetables. Bəli, some vegetables olur. While shopping I also picked up a little bread. Yox, bread olmalıydı çünki sayılmayan isimdir. In the afternoon, I decided to visit the library to borrow a few books. Bəli, few books olar, and magazines olar. Before heading home, I stopped by the park to relax on the grass and enjoy the sunshine. Düzdür. When I finally got home, I realized I forgot to buy a rice. Olmaz. Rice sayılmayan isimdir, which is essential for tonight's dinner. Buna görə də cavabımız 3-6 C variantı. 18-ci sual find out the appropriate variant. Burada bizdən düzgün variantı istəyir. 4 days trip. Bəli, 4 üstəgəl apostrof varsa cəm isim sonra apostrof olmalıydı. Bəli, bu düzdür. Növbəti trip of 4 days 8 trip olardı. 3-4 day trips. Bəli, burada bilirik ki, əgər sözün arasında tire varsa bu zaman bu cəmlənmir bu hissə və sırrı olduğuna görə də trips cəmlənir. Bəli, 1-3 düzgün variantdır. 4 days bu da səhvdir çünki 4 days burada tire olmalıydı, apostrof olmamalıydı, trip olmalıydı. Ona görə də bu səhv variantdır. Cavabımız C variantı. 19-cu sualda da yenə bizdən find out the appropriate uyğun variantı bizdən istəyir. A 2-day holiday. Bəli, holiday, 2-day bildiyimiz kimi cəmlənməməlidir. Holiday-yə görə də olur, düzdür. 2 days holiday, bu da düzgün variantdır. 2-dan sonra cəmdə olan isim, sonra apostrof olmalıydı. Bəli, bu da düzdür. Ona görə də cavabımız 1-2 olur. Demişdik ki, əgər tire varsa sözün iki söz arasında burada cəmlənmə olmamalıdır. Ona görə də 2 days olmayacaqdır.
Two days. Burada da yine two day olmalıydı ve burada da S olmamalıydı. Ona göre de variantımız 1-2 A variantı. The appropriate variant. Bir de cow's milk. Bəli, bu düzgün variantdır. 2-də cow milk. Bu səhvdir. 3-də sheep's wool. Bəli, bu da düzdür. 4-də isə sheep wool. Bu isə səhvdir. Ona görə də cavab 1-3 olmalıdır. Lakin bizim variantlarımızda 1-3 yoxdur. E variantı götürülüb ve Michael Swan'ın kitabında isə deyir ki, cavab 1-3'dür. 21. sual, find out the most appropriate variant. Bu da bizdən düzgün, uyğun variantın, düzgün variantı istəyir. Large herds of bisons, popularly known as buffalo, used to live on the plains of western North America. Burada isə bisons bilirik ki, təkcə cəmi eyni olan isimdir. Ona görə də A variantı səhvdir. Ona görə də getdi. The cave painting tell us surely far more than the appearance of a bison or deer. Deyir burada mağara rəsmləri bizə bizonlar və maralların görünüşündən daha çoxunu deyir. Ona görə də burada 2 düzdür. After the last ice age, only the large mammals such as mammoths, bisons, yenə də burada 3 səhvdir. The state grants limited permits to hunt wild bison. Bəli, düzdür. Ona görə də variantımız 2-4 C variantı. 22. sual, find out the grammatically correct sentence. Qrammatik olaraq düzgün variantı bizdən istəyir. A variantı, bacterium are the smallest living thing. Burada bacterium bilirik ki, təkdə, bacteria isə cəmdə olur. Ona görə də bacterium are yox, is olardı. B variantında bacterium is the smallest living thing, not things. Ona görə də səhvdir. C variantı, bacteria are the smallest living things. They are simple organisms that consist olardı. Çünki orqanizm that-dən sonra consist gələrdi. S olmazdı. Xəbər cəmdə olmalıydı. D variantı, bacterium is the smallest living thing. They are yox, it is olardı. E variantı, bacteria are the smallest living things. Bəli, düzdür. They are simple organisms. Bəli, düzdür. That consist of. Bəli, xəbər də cəmdədir. Orqanizm cəmdə olduğuna görə E variantı düzgündür. Növbəti sual 23-cü sualda find out the inappropriate, yəni səhv olan bizdən istəyir. Campbell and Robertson's father is an engineer. Bəli, düz ola bilər. Campbell'dan Robertson'ın atası. Campbell's and Robertson's fathers are engineers. Bəli, bu da düzdür. 2 nəfərdə apostrof S var. Buna görə də 2 atalar da cəmlənib, xəbər də cəmdir, sözlər də cəmdir verilən ismi xəbər. Campbell and Robertson father are engineers. Bəli, burada Robertson atası ilə Campbell'dan söhbət gedə bilər. D variantında Campbell and Robertson's father work here. Burada da Campbell'la yenə Robertson'ın atası 2 nəfərdən söhbət gedə bilər. Yəni Robertson's father and Campbell work here ola bilər. Campbell and Robertson's father works together. Ona görə bir yerdə işləyirsə, deməli burada 2 nəfərdən söhbət gedir. Robertson father and Campbell work together olardı. Ona görə də E variantı səhvdir. 24-cü sual, find out the appropriate variant. Düzgün variantı bizdən istəyir. My mother-in-laws qadın. Biz bilirik ki, əgər söz önlü ifadələr varsa, burada biz axırıncı sözə, mürəkkəb isimlərdə axırıncı sözə biz apostrof S artırırıq. Ümumiyyətlə hamısında elə o cürdür. 2-də də today's news. Bəli, bu da düzdür. Bugünün xəbəri. The boss bilirik ki, əgər S ilə bitərsə söz, ona biz apostrof S artırırıq. Düzdür. The BBC's news programs. Bəli, bu da düzdür. Yəni BBC-nin xəbərləri, bu da düzdür. Ona görə A variantı düzgün variantdır. 25-ci sual, find out the grammatically correct sentence. Düzgün olan cümləni istəyir. Qrammatik olaraq düzgün olan cümləni bizdən istəyir. A variantı, most coastal cultures developed the canoe, but there are many variations olardı. Ona görə səhvdir.
B variantı, most coastal cultures developed the canoes but there are much variations. Bu səhvdir, much olmazdı və canoes olduğuna görə its olmaz. C variantında isə most coastal cultures developed the canoe but there are many variations. Bəli, düzdür. Canoe tək olduğuna görə its düzdür. C variantı düzgün variantdır. Most coastal cultures developed the canoes but there are many variations olmalıydı. Həm də it apostrof s olmaz. Ona görə D variantı da səhvdir. E variantında most coastal cultures olardı. Mostdan sonra cəmisi. Develop the canoe. But there are many variations düzdür. Lakin in their yox, its design olardı. Ona görə də C variantı düzgün cavabdır.